E ilə Venn diaqramı əsasına uyğunluğu müəyyən edin. 30 şimal, 50 cənub endarəsi. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Deməli, 30 şimal, 50 cənub endarəsi. Mülayim şıqlama qurşağında yerləşir. 1, 3, 2. Şıqlama qurşaqlarının sərhədləri 23.5-dən keçir. Şimal endarəsi 23.5 cənub endarəsi. 23.5-lər arası tropikdir. 66.5 ilə tropik arası şimal endarəsi mülayimdir. 66.5 90-a kimi olacaq qütb. İndi burada da 23-dən aşağı olduğu üçün mülayimdir. 66.5-ə kimi. Mülayim şıqlanma qurşağı. Deməli, hər ikisi 23.5-lərindən kənardır. 66.5 ilə 23.5 arasında yerləşir. Mülayim şıqlanma qurşağı hər ikisinə aiddir. 3A. Deməli, C ilə D getdi. Yerləşdirin paralel çevrəsi uzunluğu 25.596-dır. Paralel çevrənin uzunluğu bilan 1 dərəcə qoyulsun uzunluğunu tapırıq. 1 dərəcə qoyulsun uzunluğunu daha doğrusu verilir. 30 dərəcədə 96.5-dir. 1 dərəcə qoyulsun uzunluğu. 30 dərəcədə 1 dərəcəlik 96.5-dir. 50 dərəcədə 1 dərəcəlik 71.7-dir. Bunu da tapmaq üçün hər ikisini vururuq 360-a. Çünki çevrə 360 dərəcədir. 360-a. Və buradan da cavab B olur. Deməli, 71.7 cavab ikinciyə aiddir. 2B. Deməli, 3A, 2B. Deməli, burada A daha getdi. Sonra cənub tropikinə qədər ən qısa məsafə 5938.5 kilometrdir. Cənub tropikinə qədər ən qısa məsafə əlbəttə ki 30 və yaxud da 50 hər hansı birinə aiddir. Yəni hesablayaq, təxmin olaraq deyək ki, birini hesablayaq, digərinə baxaq. Deməli 50 ilə tapsaq biz 3A, 2B. 50 ilə tapsaq və 23.5. 50 cənub endarəsi, 23.5 cənub endarəsi. Bunlar meridiandan gedir. Meridianla gedirsə, bunun düsturu, deməli, tənasüb necə qururuq? 1 dərəcə qoyulsun uzunluğu 111. Gedilən bucaq həqiqi məsafə. Buradan gedilən dərəcəni, bucağı dərəcə deyək, tapaq. 50 cənub endarəsi, 23.5 cənub endarəsi. Eyni olduğu üçün çıxırıq. Bu da bərabərdir 26.5 dərəcə. Deməli, bizim dərəcəmiz oldu 26.5. 26.5-dirsə, gəlin yerinə qoyaq yazaq. Deməli, yerinə qoysaq yazsaq, 1 dərəcə 111, 26.5 dərəcə həqiqi məsafə. Buradan həqiqi məsafə bərabərdir 111 vurulsun 26.5. Deməli, 26.5 vurulsun 111. 2941. 2941,5 kilometr. Deməli, 50-yə aiddir. Deməli, onda 30-a aiddir. Yəni, bu qaydanı hesablayırıq. Deməli, onun da C oldu 1-ə, 1C, 2, 3A, 2B, D. Avrasiya Şimali Amerika materiklərini kəsir. 50 cənub endarəsi heç birini kəsmir. Ona görə 1 də D. 1C, D, 2. 1C, D, 2B, 3 də A. E variantı. Deməli, 22 yönlə coğrafi koordinatları verilən, yəni 22 yön deyir. 22 yön deyən kimi biz nə yazırıq? Günəşin zenitdə olduğu məntəqə. Şimal tropiki. Şimal tropiki. Bu da bərabərdir 23.5 şimal endarəsi.
Deməli, və yay gün dönümüdür. Bunu yaza bilərik. Koordinatları verilən məntəqələr koordinatları verilən məntəqədə günorta vaxtı şaquli bastırmış deyilən kölgəsinin uzunluğu sıfıra bərabərdir. Hansında sıfıra bərabər? Sıfıra bərabər olmaq üçün günəşin deməli düşmə bucağı 90 dərəcə olmalıdır. 90 dərəcə olanda kölgə 0 olur. 0 metr olur. 90 dərəcə olmalı. 90 dərəcədirsə, deməli, həmin məntəqə nəyin üzərində yerləşməlidir? Düz günəşin zenitdə olduğu məntəqənin üzərində yerləşməlidir. Burada da günəşin zenitdə olduğu məntəqə, deməli, 10'dur. Burada 10'dur. Burada 66.5. Burada 20.5. İkisi de 20.5. Amma fərqi nədir? Burada ekvatora doğru azala gedir. Burada ekvatora doğru yenə azalır. Amma yuxarıya doğru getdikcə artır. Yuxarıya doğru getdikcə artırsa, deməli bu 22 gün deyirsə şimal tropikindədir. Deməli şimal enliyi də budur. A variantı. İki tropik xətti arasında hərəkət edən səyyah gecə-gündüz uzunluqları arasında fərqin azaldığını müəyyən etmişdir. İki dənə tropik arasında 2 nəfər hərəkətləyir. Gecə-gündüz fərqin azaldığı müəyyən etmişdir. Buna əsasən səyyahın sxemdə verilmiş hansı istiqamət hərəkət etdiyini müəyyən edin. Yəni, hansı 1, 2, 3, 4, 5 dənə istiqamət var və bu istiqamət gedən zaman gecə-gündüz arasında fərqin azaldığını, gecə-gündüz arasındakı fərqin azaldığını müşahidə etmişdir. İki tropik xəttlər hərəkət edən. İndi baxaq ki, gecə-gündüzün fərqin azaldığı ekvatora doğru getdikcə gecə-gündüzün uzunluğu arasında fərq azalır. Yəni, ekvatorda olur 12 saat, 12 saat. 12 saat. Gecə, 12 saat, gündüz. Yəni, ona görə ekvatora doğru gedən səyyah gecə-gündüz arasında fərqin azaldığını 2C variantı. 21 mart, yenə 21 mart deyən kimi günəşin zenitdə olduğu məntəqə ekvator. Da bərabər 0 dərəcə. 0 dərəcə enlik. Deməli, günəşin şu an düşmə bucağı verilmişdir. Bunlar günəşin düşmə bucaqlarıdır. Hansı məntəqəyə uyğunluq pozulmuşdur? 21 martda günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Və istənilən məntəqənin coğrafi enliyi çıxaraq hansında pozulduğunu soruşur. Deməli, burada rənglər baxsaq, günəşin düşmə bucağı, coğrafi enlik. Coğrafi enliyi bir-bir qoysaq. Birinci məntəqədə coğrafi enlik 60-dır. Bura 60-dır, 90, 60 çıxanda 30. Doğrudur. Bir doğrudur. 2. Coğrafi enlik 40-dır. Bura qoysaq 90-dan 40 çıxanda 50. Bu da doğrudur. Üçüncü məntəqə. Coğrafi enlik 30-dur. 90-dan çıxır 30, 60. Bu da doğrudur. Dördüncü məntəqə. 40 qoyub, düşmə bucağı da 40-dır. 40 qoyanda düşmə bucağı 50 olur. Bu yanlışdır. Beşinci məntəqə 10-dur. 90-dan 10 çıxanda 80. Bu doğrudur. Qrafikdə M məntəqə günorta vaxt günəş şu an il ərzində düşmə bucağı göstərilmişdir. Düşmə bucağı. Düşmə bucağı göstərilmişdir. Buna əsasən M məntəqəsi üçün verilmiş xüsusiyyətlərin hansının doğru olmadığını müəyyən edin. Hansının doğru olmadığını. Düşmə bucağına baxaq. 21 martda, 23 sentyabrda düşmə bucağı 40-dır. Düşmə bucağı 40-dırsa, günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi 21 mart üçün. Bu da yazıb 21 və 23 sentyabr. Deməli, enlik də 21 mart, 23 sentyabr. İkisində də 40-dır və 40 bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Bu da bərabər verilən məntəqənin coğrafi enliyi bərabər 90-dan 40 çıxanda 50. Deməli, bu məntəqə 50 dərəcədir. İndi nə deyir? Və 22 gündə günəşin düşmə bucağı daha çoxdur. 22 gündə günəşin düşmə bucağı daha çoxdursa, 22 gündə, deməli, doğru olmayanı soruşur. Mülayim işıqlanma qurşağında yerləşir. 50 şimal en dairəsidirsə, bəli, mülayim yerləşir. Bu doğrudur.
Mülayim şıklama oxşar. Bu doğrudur. Qütb gündüzləri baş vermir. Çünki 66.5-dən başlayır. Bu da doğrudur. 22 gündə gecə gündüzün bir-birinə bərabər olur. 22 gündə gecə 22 dəqiqə qış fəsli başlayır. Düzdür? Bu da doğrudur. 22 gündə gecə gündüzün bir-birinə bərabər. 22 gündə bərabər gecə gündüz bərabərliyi heç bir yerdə müşahidə olunmur. Ancaq 21 mart 23 sentyabrda müşahidə olunur. Y səhvdir. Sıxlama əsasən K məntəqəsinin il ərzində günorta vaxt günəş şüalarının maksimum minimum düşmə bucaqlığı fərqi 40,5 dərəcə olaraq müəyyən olunmuşdur. Bu məntəqədə qütb ulduzunun neçə dərəcə bucaq altında göründüyünü müəyyən edin. Deməli, maksimum düşmə bucağı, minimum düşmə bucağı. Biz baxırıq K məntəqəsi 0-la deməli, K məntəqəsi deməli 23,5 şimal dairəsi və 0 ekvator arasındadır. Və ekvator arasında K buradadırsa, günəş mütləq gəlib K-nın üzərinə keçəcək. Deməli, günəşin düşmə bucağı maksimum olacaq 90 dərəcə. Nə deyir? Maksimum düşmə bucağı 43-dür. Deməli, indi buradan yazaq. Günəşin düşmə bucağı maksimum çıxılsın. Günəşin düşmə bucağı minimum bərabərdir. Neçə dərəcə? 43,5. Yəni, həm də deyir ki, burada nə deyir? Qütb ulduzu. Qütb ulduzu deyirsə, şimal yarımkürəsidir. Yəni, buradan da görünür. Deməli, maksimum 90 çıxılsın. Günəşin düşmə bucağı minimum bərabərdir 43,5. Buradan da günəşin düşmə bucağı minimum bərabərdir 40-dan 43,5 çıxanda 90-dan 43,5 çıxanda deməli 46,5. Minimum da 46,5-dir. Qütb ulduzunun neçə dərəcə bucağı altında göründüyü məntəqəni tapın. Deməli, minimum dedik, maksimum 90. Hə, aydındır. Qütb ulduzunun ümumiyyətlə bu aralıqda yerləşən məntəqə ekvator deyil, 32 də deyil, bu aralıqda yerləşmir. 45 də deyil. Qalır 23 ilə 20 arası. 23 ilə 20 arasında deməli biz ümumiyyətlə maksimum düşmə bucağı 43,5 müəyyən olunmuş. Mən də qütb ulduzunun neçə də bucağı altında görünər. Hə, minimum oldu 46,5. Deməli, maksimum və minimum düşmə bucaqları fərqi. Maksimum 90, minimum 46,5. Minimum 46,5. Deməli, məntəqə günəşin düşmə bucağı bərabərdir 46,5. Minimum. Bu məntəqə minimum. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus deməli günəşin zenitdə olduğu məntəqə. Deməli, burada minimum deyir. Həmin məntəqə, deməli, tezdən yazaq. 46,5 bərabər 90 çıxılsın. Verilən məntəqənin bilmirik, verilən məntəqənin coğrafi enliyi. Minimum deyirsə, K-da, minimumsa günəş cənubda olmalıdır. Cənubda olanda da 23,5 cənub endairəsi. Və bu da şimal endairəsidir. Həmin məntəqə. Ona görə biri şimal 23,5 cənub endairəsi. Biri şimal, biri cənub olduğu üçün toplayırıq. Bərabərdir. Bunun olduğu kimi verilən məntəqənin coğrafi enliyi bərabərdir. 90-dan 46,5 çıxanda 40. Deməli, verilən məntəqənin coğrafi enliyi plus 23,5 cənub endairəsi bərabərdir. 90-dan 46 43,5. Deməli, verilən məntəqənin coğrafi enliyi
bərabərdir. 43.5-dən çıxırıq 23.5-dir. Bərabərdir 20 dərəcə şimal endarı. Cavab A variantı.